Bəziləri belə düşünür ki, cədvəl bizə yalnız məlumatların xarici görünüşünü dəyişməyə imkan verir. Əslində isə cədvəl bizə hesablamaların aparılmasında, məlumatların təsvir edilməsində geniş imkanlar verir. Konstruktor vkladkasında hər hansı sətir və yaxud sütunun tərtibatını ləğv etmək və ya tərtibat vermək üçün parametri stili tabliç qrupu var. Stroka zaqalovka bizim cədvəl başlığının görünməsini təmin edir. Bu işarəni götürsək, cədvəlin başlığı görünməyəcək. Stroka itoqov cədvəlin sonuna yeni itoq sətri əlavə edir və sağ kənarda cədvəlin sonuncu sütunu üzrə yekun toplanmış nəticələri bizə bir xanada göstərir. Biz yekun xanasında məlumatların toplanmasını yox, başqa bir funksiyanın yerinə yetirilməsini istəyiriksə, həmin bu xana qeyd edilir. Kiçik ox işarəsi əmələ gəlir xananın kənarında. Ox sıxılır, siyahıdan istədiyimiz funksiya seçilir. Biz itoq sətrində istədiyimiz nəticələri hər bir sütun üzrə əldə edə bilərik. Misal üçün biz bilmək istəyirik ki, soyad sütunu üzrə neçə sətir məlumatlarla doldurulmuşdur. Soyad sütunun aşağı hissəsindəki xana qeyd edilir. Ox işarəsi əmələ gəlir. Bu ox işarəsi sıxılır, siyahıdan kolичество seçilir və soyad sütunu üzrə 51 sətrin doldurulduğunu təyin edirik. Daha sonra konstruktor vkladkasında чередующие строки cüt sətirlərin tək sətirlərdən fərqləndirilməsi üçündür. Lakin biz bu fərqliliyi tünd rəngli cədvəl stilində daha aydın görə bilərik. Stili tabliç hissəsindən tünd rəngli stil seçilir və biz görürük ki, burada чередующие строки seçilib. Yəni cüt sətirlərin tək sətirdən fərqləndirilməsi üsulu seçilib. Biz cüt sütunların tək sütunlardan fərqləndirilməsini istəyiriksə, чередующие строки variantının qarşısındakı bu işarə götürüldükdə cədvəl eyni bir rənglə boyanmış olur. Əgər biz cüt sütunların tək sütunlardan fərqləndirilməsini istəyiriksə, bu halda чередующие stolpçu seçirik və cüt sütunların formatı tək sütunların formatından fərqlənir. Gəlin cədvəl başlığının görünməsini təmin edək. Əgər biz cədvəlin tərtibatını tamamilə ləğv etmək istəyiriksə, bu halda stili tabliç hissəsində net variantı seçilir. Konstruktor vkladkasındakı первый столбец, последний столбец. Bu nədir? Первый столбец, последний столбец kateqoriyaları cədvəlin birinci və sonuncu sütunlarının tərtibatını digərlərindən fərqləndirmək üçündür. Bəzən biz cədvəl qurarkən birinci sütunda ad, soyad və digər lazım məlumatlar yerləşdiririk ki, hansıları biz digərindən fərqləndirmək istəyirik. Və yaxud digər cədvəl növləri də var ki, biz sonuncu sütunda məsələn yekun nəticələri yerləşdiririk və onların tərtibatını digərindən fərqləndirmək istəyirik. Первый столбец üsulu o halda seçilir ki, əgər biz cədvəlin birinci sütununu tərtibatını digərlərindən fərqləndirmək istəyirik. Последний столбец əgər biz cədvəlin sonuncu sütununun tərtibatını digərlərindən fərqləndirmək istəyiriksə, həmin kateqoriyanı seçirik. Bir şey nəzərinizə çatdırım ki, Excel'in 2013-cü versiyasında knopka filtra komandası var. Bu komanda cədvəldə filtrasiyanın göstərilib, göstərilməməsi üçündür. Əgər səhvən məlumatın bir qismi cədvələ daxil edilməyibsə və ya səhvən fərqli bir diapazon cədvəl sahəsi kimi qeyd edilibsə, kursoru keçiririk cədvəlin istədiyimiz xanasına. Kursor cədvəlin daxilinə keçirildikdə aktivləşən konstruktor vkladkasının lentasının gördüyümüz bu svojstva hissəsində Razmer tablitsi komandası görünür. Bu komanda seçildikdə aslında kiçik pəncərədə biz cədvəlin yeni sahəsini seçə bilərik. Yəni sonradan cədvəlin sahəsini dəyişmək mümkündür. Videonu layıklamağı, kanala abunə olmağı unutmayın. Sağ olun.